Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Xırdalan dairəsindən Sentralına gedən yolun üstündə Söğütlər deyilən ərazidə, yəni Sarı Turbadan sol hissədə, yəni bunu nəzərinizə çatdırım, Araz Marketin arxasında 4 sot yarımın içində 5 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırım, gördüyünüz kimi bura həyətyanı sahəsidir. Həyətyanı sahəsi tamit daşlarla düzülüb, draplar qoyulub. Gördüyünüz kimi hörmətli izləyicilər, bu hissəsi də evin xarici görünüşüdür. Ev, demək, sənədi, demək, qeydiyyat propiska iləndir. Bundan nəzərinizə çatdırıb, Abşeron arasıdır. Ev Abşeron arasına düşür. Bunu da nəzərinizə çatdırım ki, evin sağ tərəfləri zaten hamısı açıqdır. Havalanmaya tam uyğundur. Evin arxa tərəflərinin hamısı keçmək mümkündür. Bax, belə ətraflı çəkib. Bu hissəsi də arxasında belə boş yeri var. Evin əhatəsini belə rahat gəzmək mümkündür, hörmətli izləyicilər. Demək, buradan keçirik. Həyətyanı sahənin bir dənə genişliyinə baxın, bir dənə hörmətli izləyicilər. Gördüyünüz kimi həyətyanı sahəsi çox geniş, ürək açan. Evdə 5 daş kürsü, 5, 6 daş, 7 daş kürsüdə inşa olunub. Demək, bu sol tərəfinə də belə keçmək mümkündür. Evin hər tərəfi açıqdır, tam havalanma uyğundur. Evin arxasına da belə rahat keçmək mümkündür. Bura həddindəki olan sanuzeldir, amma təmirsizdir. Buranı təmir eləməyiblər. İstəsəniz buranın içində var onsuz da. Yəni, buranı istəsəniz əldamı kimi istifadə edə bilərsiniz. Demək, daxil oluruq evin içinə. Həyətyanı sahə ilə tanış olduq, gördüyünüz kimi. Evin xarici görünüşü, həyətyanı sahəsindən ətraflı tanış olduq. Keçən evin içi ilə tanış olaq. Buradan da bir dənə həyəti bir dənə rahat çəkin, bir dənə bax. Baxın bir dənə baba, buradan belə həyəti görsün nə qədər geniş həyəti var. Özə, hörmətli izləyicilər, heç nə də uzadıb eləmirəm. Ekranla var, orijinal ekranla çəkirəm. Giriş hissəsidir, gördüyünüz kimi stipoldur. 5 otaqdır. Burada sol tərəfdə sanuzeldir, yuxarılar asma tavandan yığılıb, gördüyünüz kimi də açıq kabinetlərdən istifadə olunub. Demək, burada 2 dənə ayrıca otaqdır. Uşaq otaqdır bura. İki dənə ayrı uşaq otağı. Burada bir geniş yataq otağıdır. Hardasa 4'ün 5'e 20 kvadratlı bir geniş yataq otağı var. Keçirik buradan. Bura bir qonaq otağına. Qonaq otağı gördüyünüz kimi genişliği hardasa 4'ün 7 metreye 30 kvadrata yaxın qonaq otağıdır, hörmətli izləyicilər. Bax, belə birdən çəkirəm. İki də burada qonaq zaldır. İki də otaq burada zal açılır. Burada bir 13-14 kvadratlıq bir yataq otağıdır. Eyni ölçüdən burada da 13-14 kvadrat həcmdə belə gördüyünüz kimi ölçüdə. Yəni bax burada 13-14 kvadrat olaraq təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərqlər. Bir də buradan qonaq otağım, bir də buradan belə çəkirəm. Bura qonaq otağıdır. Pəncərələr öz həyətinə baxır. Sonda da bura mətbəx hissəsidir. Mətbəx də burada gördüyünüz kimi. Bax, iki tərəfə də pəncərəsi var. Burada mətbəx hissəsidir. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmanı köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxması, hörmətli izləyicilər. Bəyənməyi mütləq unutmayın, hörmətli izləyicilər. Mütləq bəyənin ki, yəni hamı ev axtaranlar hamısı rahat evləri görə bilsin. Evin qiyməti də 123.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər.
ev sahibi deyəcək. 123 min start qiymətdir. Endirmə birbaşa sahibi ilə danışacaqsa son söz hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Unutmağı da, bəyənməyi də unutmayın hörmətli izləyicilər.